Maliyyə Samiti rəsmən açıldı. Tədbir Tbilisi Dövlət Opera və Balet Teatrında keçirilir. Tbilisi Maliyyə Samitinin açılışında Gürcüstanın baş naziri, parlamentin sədri, İqtisadiyyat və Davamlı İnkişaf naziri və Milli Bankın prezidenti çıxış ediblər. Samitdə dünyanın müxtəlif ölkələrindən mərkəzi bankların rəhbərləri və maliyyə sektorunun rəhbərləri, iri şirkətin nümayəndələri, ekspertlər iştirak edirlər. Gürcüstanın baş naziri Tbilisi İpək Yolu Forumunun iştirakçılarını rəsmi naharda qəbul edib. Hökumət başçısı forumda iştirakına görə 60-dan çox ölkənin nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkür edib. Tiflis İpək Yolu Forumu Gürcüstan üçün çox mühüm hadisədir və iştirakınıza görə sizə təşəkkür edirik. Qonaqpərvərlik Gürcü mədəniyyətinin ən mühüm aspektlərindən biridir. Biz Gürcüstandakı qonaqlarımıza yalnız ən yaxşısını təklif edirik və ümid edirik ki, Gürcüstana səfər edərkən buna əmin olacaqsınız. Sizə ən xoş arzularımı bildirirəm və ümid edirəm ki, siz artıq Gürcüstana növbəti səfəriniz barədə düşünürsünüz. Gürcüstana xoş gəlmişsiniz və tədbirdə iştirak etdiyinizə görə bir daha təşəkkür edirəm, qonaqlar. Gürcüstanın baş naziri adından Tbilisi İpək Yolu Forumunun iştirakçılarının səfərinə verilən rəsmi naharda Azərbaycanın baş naziri Əli Əsədov, Emar Group və Eagle Hills şirkətinin təşkiçisi Məhəmməd Albar, müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin rəhbərləri, Gürcüstan hökumətinin və parlamentin üzvləri, biznes nümayəndələri iştirak ediblər. İraqli Qaribaşvilinin dindirilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatından sonra siyasi partiyalarda qiymətlər verilib. Müxalifət vurğulayır ki, hələ istintaq başlamazdan əvvəl onlar İraqli Qaribaşvili və Gürcü arzusunun korrupsiyaya uğradığını bildirirdilər. Onların fikrincə indi bu məlumatı Dövlət Təhlükəsizlik Xidməti və prokurorluqda təsdiqləyir və bütün bunlar Gürcü arzusunun sistemli siyasi korrupsiyaya da əli olduğunu təsdiqləyir. Onların fikrincə indiki hakimiyyət korrupsiyaya qarşı mübarizə aparmır. Əksinə nüfuz bölgüsü üçün mübarizə aparır. Hakim komanda isə iddia edir ki, istintaq prosesi şəffafdır və İraqli Qaribaşvilinin istintaqla əməkdaşlığı istintaqda növbəti addımlar üçün əsas ola bilər. Şəhər məhkəməsi Qriqor Lilvaşvili ilə qohum olan Qoba Xundacı barəsində həbs qəti imkan tədbiri seçib. İstintaqın məlumatına görə Xundacının evinə baxış zamanı ümumi dəyəri 1.319.300 ABŞ dolları olan müxtəlif məbləğlərdə nağd pul olan 94 zərf götürülüb. Saxlanılan şəxsə 9 ildən 11 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutan xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması faktı ilə ittiham irəli sürülüb. Gürcü arzusu Milli Hərəkat və ona bağlı partiyaların fəaliyyətinin qadağan edilməsi tələbi ilə bazar ertəsi günündən gec olmayaraq məhkəməyə konstitusiya iddiası qaldırılacaq. Müxalifət iddianı kəskin tənqid edir. Milli Hərəkat bunu müxalifəti hüquqi yolla məhv etmək cəhdi olduğunu, ona görə də bu iddiada hüquqi mexanizmlərdən istifadə edəcəklərini iddia edir. Hakim komanda isə gündəmini ölkədəki təxribata müəyyən edən siyasi qüvvələrin qadağan edilməli olduğunu iddia edir. Xatırladaq ki, üzvlərin əksəriyyəti istintaq komissiyasının rəyi əsnasında iddia hazırlayıb. Gürcü arzusunun konstitusiya iddiasına ona qədər partiyanın düşəcəyi güman edilir. Gürcüstandan məsləhətləşmələr üçün çağırılmış Almaniya səfiri Peter Fischerin fəaliyyəti ilə bağlı Almaniya üçün Alternativ Partiyası Almaniya hökumətinə Gürcüstandakı qeyri-hökumət təşkilatlarına dəstəyi ilə bağlı suallara müraciət edir. Bəyanat Bundestagın saytında dərc olunub. Söhbət Almaniya hökuməti tərəfindən maliyyələşdirilən təşkilatlara və səfir Peter Fischerin fəaliyyətinə aiddir. Hansı qeyri-hökumət təşkilatlarının iqtidara, hansı müxalifətə yaxın olması Almaniya səfirliyi ilə Almaniya səfirinin bu əməkdaşlıqda nə dərəcədə iştirak etməsi partiya üzvlərini də maraqlandırır. Qeyd olunan proseslər Tbilisidə qiymətləndirilir. Parlamentin sədri Avropa Parlamentinin Mziya Mağlubeliyə Sakharov mükafatını təqdim etməsinə brifinqlə cavab verir. Şalva Papuaşvilinin fikrincə Sakharov mükafatının Gürcüyə verilməsi mükafatdan daha çox onun ölkəyə qarşı düşmənçiliyinin ifşasıdır. Parlamentin sədrinin dediyi kimi, Brüssel 19 gündür ki, oktyabrın 4-də prezident sarayına zorakılıqla basqın edilməsini pisləməkdən imtina edir. Eyni zamanda açıq və gizli şəkildə radikal qruplara dəstəyini bildirir.
Almaniya Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə Mziya Mağlubeli və Andrey Poçobuta Sakharov mükafatının verilməsinə cavab verir. Almaniya Xarici İşlər Nazirliyinin Gürcüstandakı Almaniya səfirinin yaydığı bəyanatda deyilir. Avropa Parlamenti tərəfindən Mziya Mağlubeli və Andrey Poçobuta ifadə azadlığı üzrə Sakharov mükafatının verilməsi dünyanın müxtəlif ölkələrində həqiqəti qorxmadan dedikləri üçün həbsdə olan bütün jurnalistlərə güclü siqnaldır. Biz onların dərhal azad edilməsini tələb edirik. Ötən gecə Rustaveli prospektində səs-küy və qarşıdurma olub. Hüquq mühafizə orqanları polisin yolu açma tərlibinə tabe olmayan nümayişçilərdən bəzilərini parlamentin yaxınlığında saxlayıb. Bundan əvvəl mitinqin bir neçə iştirakçısı ilə avtomobil sürücüləri arasında kiçik qarşıdurma baş verib. Bir neçə nəfər avtomobillərin keçməsinə imkan verməyib və mitinq iştirakçılarından biri patrul polis maşınına minən avtoxuliqanlıq ittihamı ilə polis tərəfindən həbs edilib. Əlbəyaxa çəkişmə zamanı huşunu itirən aksiya iştirakçılarından biri təcili yardım maşını ilə klinikaya qaldırılıb. Hadisələrdən az sonra Daxili İşlər Nazirliyi saxlanılanlarla bağlı açıqlama yayıb. Agentliyin məlumatına görə 20-yə qədər aksiya iştirakçısı inzibati qaydada saxlanılıb. Mitinq başlayandan paytaxtın əsas prospekti 20 dəqiqə bağlanıb. Bundan sonra yol adi rejiminə açılıb. Qanunverici orqanın yaxınlığında yalnız nümayişçilər səkidən yola keçməyə cəhd etdikdən sonra vəziyyət vaxtaşırı gərginləşirdi. Ötən gecə hüquq mühafizə orqanlarının əməkdaşları Rustaveli prospektində keçirilən etiraz aksiyalarının iştirakçılarından biri İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü Lika Basiliya Şagulidzəni saxlayıblar. Məlum olduğu kimi o inzibati qaydada saxlanılıb.